Natiq Cəfərli, Azərbaycan hökuməti strateji qərar verməlidir. Beynəlxalq neft iqtisadiyyatında dəyişikliyin Azərbaycana da təsiri nəzərə alınmalıdır. Venezuela dünyanın ən böyük neft ehtiyatlarına malik olsa da, bu ölkənin hasilatı son günlərə qədər cəmi 900 min barelidir. Amerikanın tamamilə blokadaya saldığını nəzərə alsaq, neft hasilatı daha da düşmüşdü. Yəni son bir ayda təqribən 550-600 min barelə düşmüşdü və dünyanın neft bazarına təsiri də azalmışdı. İndi bu hadisələrdən sonra orta perspektivdə, yəni yaxın aylarda Venezuelanın bazara daha çox neft çıxarma imkanı və fürsəti yaranmayacaq. Ölkə ilkin mərhələdə 1,4-1,5 milyon barel neft çata bilər. Amma orta müddətdə bunun 3 milyon barelə qədər artacağı gözlənilir. Bu o deməkdir ki, neft qiymətləri düşəcək. Bu açıq aydın görünən bir trenddir. Nə qədər düşəcək, bunu demək çətindir. 50 dollarda ola bilər, 45 dollarda. 2026-cı ildə neft qiymətləri birmənalı olaraq enəcək. Azərbaycan hökumətinin bununla bağlı hələ açıqlaması olmayıb. İxracatımızın 90% neft və qaz üzərindədir. Nəzərə almaq lazımdır ki, bizdə neftin hasilatı da düşür. Bizdə indi belə bir situasiya yaranıb ki, Azərbaycan hökuməti strateji qərar verməlidir. Düzdür, təhlükəsizlik yastığımız var, 80 milyard dollara yaxın. Bunu başımızın altına qoyub yatmaq qəbul edilməzdi. O yastıqdan istifadə edib, yaxın 2 ildə elə ciddi islahatlar aparılmalıdır ki, neft bizim yeganə nicat mənbəyimizə yox, bonusumuza çevrilsin. Və bu Azərbaycan iqtisadiyyatına əlavə dividend gətirməlidir. Bunu bacarsaq, yaxın illərdə Azərbaycana təsirlər minimum olacaq. Əks halda makroiqtisadi göstəricilərdə ciddi mənfi geriləmələr müşahidə olunacaq. Sədrəddin İsmailov, İranda etiraz aksiyaları, hakimiyyət yoxsa hökumət böhranı? İranda ötən il dekabrın 28-də başlayan etiraz aksiyası davam edir. Ölkədə yaranmış su və enerji qıtlığı, gündəlik tələbat mallarının bahalaşması, milli valyutanın dollara nisbətdə sürətlə ucuzlaşması, korrupsiyanın güclənməsi, işsizlik, əmək haqqı və pensiyaların gecikdirilməsi, iş şəraiti və rejimi, habelə başqa həllini gözləyən çox saylı sosial, iqtisadi və maliyyə problemləri bu etirazın başlıca səbəbləri sayılır. Qeyd edək ki, 2025-ci ildə İranda illik inflyasiya 40% üstəliyib. İran realının məzənnəsi isə psixoloji həddi keçərək 1,45-1,5 milyon real həddində qərarlaşıb. Etiraz aksiyaları İranın 31 əyalətindən 26-sında keçirilib. İnsanlar yanvarın 5-də Tehranın müxtəlif rayonlarında küçələrə çıxıblar. Məlumatlara əsasən 1000-ə yaxın etirazçı həbs edilib, yaxud saxlanılıb. Müxtəlif həmkarlar ittifaqları, təqaüdçülər və ictimai təşkilatlar birgə bəyanatla çıxış edərək etiraz aksiyalarını dəstəklədiklərini vurğulayıb və şəhərlərin mərkəzlərində mitinqlər keçirəcəklərini elan ediblər. Güc strukturlarının aksiya iştirakçılarına odlu silahdan açdığı atəş nəticəsində bir həftə ərzində azı 16 etirazçı ölüb. Polis və bəsiz günbələri etirazçılara göz yaşardıcı qaz tətbiq edirlər. Bir sıra şəhərlərdə, o cümlədən Tehran əyalətinin rayonlarında dükan və bazarlar bağlanıb. Bir sıra bölgələrdə müxtəlif peşə sahibləri də aksiyanı dəstəklədiklərini bildiriblər. Daha çox ərəblər yaşayan Xuzistan bölgəsində müəllimlər və təhsil müəssisələrinin əməkdaşlarını etirazlara qoşulmağa çağırıblar. Onlar ölkədəki müəllimləri və məktəb əməkdaşlarını, həmçinin mədəniyyət işçilərini milli həmrəylik nümayiş etdirərək xalq etirazlarına qoşulmağa çağırıblar. Kürdistan əyalətindən Müəllimlər İttifaqı İran xalqının ümummilli üsyanını dəstəkləyən bəyanatla çıxış edərək hərbiçiləri və hüquq mühafizə orqanlarını, vətəndaşların hüquqlarını pozan əmrləri yerinə yetirməkdən imtina etməyə və xalqın tərəfində durmağa səsləyib. İranın futbol üzrə yığma komandasının keçmiş baş məşqçisi Məhəmməd Mayelik Koxan ölkədə xalqın vəziyyətinin ağır olduğunu vurğulayaraq xalqı hakimiyyətə qarşı ümummilli etiraz aksiyasına qoşulmağa çağırıb. Müxtəlif ictimai-siyasi təşkilatlar, birliklər, ümum-İran etirazlarını dəstəklədiklərini bildiriblər. Aksiya iştirakçıları bahalıq, inflyasiya xalqın bəlasıdır, Xameneyiyə ölüm kimi şüarlar söyləyiblər. Müxtəlif şəhərlərin küçə divarlarına bu sloqanlar yazılıb.
Bu, İranda sosial, iqtisadi və maliyyə vəziyyətinin pisləşməsi səbəbindən keçirilən ilk etiraz aksiyası deyil. Hökumət əleyhinə 2017-ci il dekabrın sonunda başlayan, 2018-ci ilin ortalarına qədər davam edən etiraz aksiyaları keçirilib. Ərzaq qiymətlərinin artmasına qarşı sosial etirazlarla başlayan nümayişlər qısa müddətdə siyasi xarakter alıb. Etirazçılar İslam Respublikasının rəhbərliyinə, rejimə qarşı çıxıblar. Onda da iqtisadi problemlər, korrupsiyanın yüksək səviyyəsi və teokratik rejim etiraz aksiyalarının əsas səbəbləri sayılır. Ötən 8 il ərzində hakimiyyət irari sürülən narazılıqların aradan qaldırılması istiqamətində heç bir ciddi addım atmayıb. Onda islahatçı sayılan Həsən Ruhani prezident idi. Hadisələr onun günah keçisi olacağını və istifaya göndəriləcəyini ehtimal etməyə əsas verirdi. Ancaq Ruhani hökuməti etirazlara qarşı müqavimət göstərə bildi. Problemlər isə həll olunmadan qaldı. 2025-ci ilin iyunun 13-də İsrailin İrana hücumu İslam Respublikasının iqtisadi, maliyyə, sosial, mədəni vəziyyətini biraz da ağırlaşdırıb. Ölkə iqtisadiyyatı ağır vəziyyətə düşüb. Xarici sərmayə cəlbində çətinlik yaşanır. Əsasən Çin və Hindistan, müəyyən dərəcədə Rusiya İranın neft və təbii qaz sektoruna sərmayə qoyub. Ancaq bu da onların strateji tərəfdaşlıq istəklərini təmin edəcək səviyyəyə uyğun gəlmir. Bundan başqa son illər İranın Qəzza zolağı, Suriya və Libanda uğursuzluqları onun siyasi mənada da iflası sayılır. Baş verənlər Tehran hakimiyyətinin daxildə nüfuzdan düşməsinə təkan verib. 12 günlük müharibə bu prosesi gücləndirib. Bahalıq, qıtlıq, inflyasiya, işsizlik, bütün sahələrdə islahat aparılmaması, su, elektrik enerjisi sahələrində böhran və başqa səbəblər hakimiyyətə qarşı etirazlara, onun müəyyən mənada sınağa çəkilməsinə səbəb olub. Hökumət isə vəziyyəti yaxşılığa doğru dəyişməkdə aciz görünür. Elə indiki prezident Məsud Pezeşkiyan and içəndən bir ay sonra işləməyə qoymurlar deyə açıqlama vermişdi. Onun təyin etdiyi muavini Məhəmməd Cavad Zərifin qısa zamanda istifaya göndərilməsi də hakimiyyət daxili vəziyyətin göstəricisi sayılırdı. Ötən il dekabrda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan etmişdi ki, Məsud Pezeşkiyan hökuməti iqtisadi problemi və davam edən inflyasiya problemini həll etməsə, parlamentarilər impeachment məsələsini gündəliyə daxil edəcəklər. Gündəlik tələbat mallarının qiymətlərinin dayanmadan artması əhali üçün əsas problemlərdən birinə çevrilib. Xarici valyuta və qızılın bahalaşması isə qiymətlərin artması üçün səbəblərdən yaxud bəhanələrdən biridir. Bundan bir neçə gün sonra Məsud Pezeşkiyan büdcə layihəsini və hökumətin iqtisadi proqramını parlamentə təqdim etmişdi. Qalibafın çıxışı ölkədə bütün maliyyə və iqtisadi problemlərlə bağlı hökuməti müəyyən mənada tənqid etməsi, islahatların aparılmamasına tez-tez işarə etməsi hakimiyyət daxilində mövcud vəziyyətdən çıxış yolu axtarıldığını göstərir. Bütün problemlərin həll olunmasında təqsirkar hökumət sayılır. Məsud Pezeşkiyan və Məhəmməd Baqir Qalibaf etirazçılarla danışmağın vacibliyini, onların tələblərini eşitməyə hazır olduqlarını bildiriblər. Ancaq indiyədək etiraz aksiyasının təmsilçiləri ilə heç bir görüş keçirilməyib. Belə düşünmək olar ki, aksiyanın konkret təşkilatçıları hələ məlum deyil. Ötən il martında İqtisadiyyat və Maliyyə vəziri Abdünnasir Himməti istifaya göndərildi. Ancaq ölkə iqtisadiyyatı düşdüyü ağır vəziyyətdən çıxa bilmədi. Bu günlərdə isə o Mərkəzi Banka direktor təyin edildi. İqtisadiyyat və maliyyə sahələrində uğur əldə edə bilməyən Himməti milli valyutanı inflyasiyadan xilas etmək üçün nə edə bilər? Belə ehtimal etmək olar ki, kadr yerdəyişməsi yaxud kabinetdə kadr islahatı böhrandan çıxış yolu olmayacaq. Odur ki, İrandakı 9 günlük etiraz aksiyalarını aşağıdakı kimi sistemləşdirmək olar. Hakimiyyət daxili ziddiyyətin təzahürü, mühafizəkarlarla islahatçılar arasında qarşıdurmanın artması, İran inqilab keşiklərinin qvardiyasının hələ də ölkəyə tam nəzarət etməsi, monarxistlərin bölücü şüarlarla çıxış etməsi, hədəfin bütövlüklə hakimiyyət olmasından yayındırılması, dəyişiklik etmək, iqtisadiyyatı dirçəltmək və başqa islahatlar aparmaq üçün heç bir səlahiyyəti olmayan hökumətin Nazirlər Kabinetinin ittiham olunması, aksiyaların bütövlüklə İranı əhatə etməsinin qarşısının alınması üçün hadisələrlə bağlı etnik faktorun qabardılması, İran hakimiyyətinin etirazçılar qarşısında odlu silah tətbiq etməsi, aksiyaları zoraki yollarla yatırmaqla güc nümayiş etməsi, aksiya təşkilatçılarının naməlum olması, hakimiyyətin bu nümayişlərdən yararlanması, İslam Respublikası rəhbərliyinin biraz da zəifləməsi, hakimiyyətlə cəmiyyət arasında uçurumun dərinləşməsi, hökumət böhranı kimi görünən vəziyyətin əslində hakimiyyətin vəziyyəti olaraq dəyərləndirilməsi və başqaları.
Bu hadisələr İran rəhbərliyinə bütün istiqamətlərdə islahatların aparılmasının zəruriliyini bir daha isbat edir. Əks halda böhranın daha da dərinləşərək Sepah başda olmaqla güc strukturlarını da əhatə edəcəyi qaçılmaz görünür. Sədrəddin İsmailov, Report İnformasiya Agentliyi.